Şəhidlər unudulmur. Onların müqəddəs xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur. Vətən uğrunda canını fəda edən şəhidlər yalnız bir ailənin deyil, bütün xalqın övladıdır. Bu gün Azərbaycanın azad səmasında dalğalanan üç rəngli bayrağımız hər rəngi, hər zəfərin şəhidlərimizin qanı fədakarlığı və qəhrəmanlığı hesabına qazanılıb. Məhz buna görə də bunların əziz xatirəsini yaşatmaq, məzarlarını ziyarət etmək, hər ailənin yanında olmaq təkcə vətəndaşlığın borcu deyil, milli vicdanın tələbidir. Bu müqəddəs dəyəri daim ön planda tutan Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu kanalın müavini ilə birlikdə Ağcabədi Şəhidlər Xiyabanını ziyarət edib, ziyarət zamanı vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın məzarlarının önünə gül dəstələri qoymuşdur. Elxan Müzəffəroğlu bildirib ki, şəhidlərimizin adı yalnız anım günlərində deyil, ilin hər günü ehtiramla yad edilməlidir. Haqq Səsi TV1-in rəhbərinin kollektivə verdiyi ilk və ən mühüm tapşırıqlardan biri məhz budur. Şəhid ailələrini mütəmadi ziyarət etmək, onların qayğıları ilə yaxından maraqlanmaq, şəhid məzarlarını daim ziyarət etmək, qəhrəmanlarımızın əziz xatirəsini gələcək nəsillərə yaşatmaqdır. Bu prinsip Haqq Səsi TV1-in kollektivinin fəaliyyətində sadəcə bir göstəriş deyil, vətənə, dövlətə və şəhidlərimizin müqəddəs ruhuna sədaqətin ifadəsidir. Allah şəhidlərimizi rəhmət etsin. Səsləndirdi Əfsanə İbrahimova. Bu genç yaşında gel boyuna qurban, ay vətən oğlum. Şuşa yaylağını siz duman aldı, har bülbülünün gözləri doldu. Topxana meşəsi saçını yordu, gel boyuna kurban, ay vətən oğlum. Şuşa yaylağını siz duman aldı, har bülbülünün gözleri doldu. Topxana meşəsi saçını yordu, gel boyuna kurban, ay vətən oğlum. Gel boyuna kurban, ay vətən oğlum. Dövran başımıza neler dilir, gel boyuna kurban, ay vətən oğlum. Göycəm Zəngəzur elden gedilir, gel boyuna kurban, ay vətən oğlum. Göycəm Zəngəzur elden gedidir, gel boyuna kurban, ay vətən oğlum. Şuşa yaylağını siz duman aldı, har bülbülünün gözleri doldu. Topxana meşəsi saçını yordu, gel boyuna kurban, ay vətən oğlum.